Bu mənfi hissəni müəllim dedi o günlərim ki, mənfi hissədə problem olur. Müəllimlər, baxın, məsəl üçün 9 faiz 2, təbii ki, bunun cavabı 1 olur. Məsələn, gəlin 3 dənə 3 formasına baxaq. Gəlin sıfırdan başlayaq. Məsəl üçün, deyək ki, 15-in 4-ə bölünməsinə alınan qalığa baxaq. Sonra 15-in mənfi 4-ə bölünməsinə alınan qalığa baxaq. Mənfi 15-in 4-ə bölünməsinə alınan qalığa baxaq. Və mənfi 15-in mənfi 4-ə bölünməsinə alınan qalığa baxaq. İndi müəllimlər, baxın, hər üçünü icra edəndə indi belə bir qayda, riyazi qayda. Baxın, düstur olaraq, yəni xüsusi bir şeyi yadda saxlamağa ehtiyac yoxdur. Düstur olaraq. Sadəcə diqqətlə buna baxırsınız. Baxın, biz 2 ədədi bölən zaman necə hərəkət edirik? Məsəl üçün, A bölünsün B bərabərdir 1. X tam hissədir. X tam hissədir. Burada da bir Y qalıq qalır. Qalıq qalır. Y qalıq qalır. Tam və qalıq hissə. Tam və qalıq hissə. Müəllimlər, burada A nəyə bərabərdir? A bərabərdir B vurulsun X üstə gəlinsin Y-ə. Bax, bir dənə bu standartdır, standart. Standart. Məsəl üçün, belə deyək ki, gördünüz bu düstur yadınızdan çıxdı. Deyə bilərsiniz ki, müəllim, düstur mənim yadımdan çıxır. Mən neyniyim? Düstur yadınızdan çıxdı. Götürürsünüz, yazırsınız. 7 bölünsün 2. Tam hissə neçədir? Tam hissə 3. Qalıq hissə neçədir? 1. Deyirəm ki, 7 bərabərdir. 3 vurulsun 2 üstə gəlsin 1-ə. Baxın, qalıq düstur yadınızdan çıxdı. 2 ədədi bir-birinə bölüb baxaq. Sadəcə bu. İndi müəllimlər, baxın. Burada 15-i 4-ə bölərək qalığını götürürəm. Məsələn, bu nə deməkdir? Yəni 15 bölünsün 4. Burada bizim nəyimiz var? Bir tam hissəmiz var. Neçədir bizim tam hissəmiz? Burada bizim tam hissəmiz 3'dür. Qalıq hissəmiz neçədir bizim? Bizim qalıq hissəmiz tutaq ki x-dir. Qalığı bilmirəm neçədirsə. O zaman 15 bərabər nəyə? 4 vurulsun 3 üstə gəlsin x-ə. Yəni 15 bərabərdir 12 üstə gəlsin x-ə. X bərabərdir 3'ə. Baxın, bu bizim birinci hissəmiz. Baxın, həqiqətən də 3'dür. Daha sonra 15'i biz bölürük neçəyə? Mənfi 4'ə. Müəllimlər, 15'i mənfi 4'ə böləndə bizim tam hissəmiz neçə qalır? Məsəl üçün, biz 15 bölünsün mənfi 4, bu bizə verir 15 bölünsün mənfi 4 deyək ki. Bu bizə verir, deməli, mənfi 3 tam neçəsə, düzdürmü? Mənfi 3 tam neçəsə. Müəllimlər, tam hissə həmişə necədir? Baxın, belə çəkirik ədəd oxunu. Mənfi 3,5 deyək. Məsəl üçün, bu 3,5 götürürəm. Məsəl üçün, 3,5 olanda 3'ü götürürük. Mənfi 3,5 olanda soldakı tam ədədi götürürük. Soldakı tam ədəd nədir burada? Riyazi qaydadır bu. Mənfi 4. Deməli, biz bunu mənfi 4'ə böləndə tam hissəmiz mənfi 4 eləyir. Tam hissəni tapmaq rahatdır. Qalığımız isə x eləyir. Qalığımız x eləyəndə 15 nəyə bərabərdir? 15 bərabərdir mənfi 4 vurulsun mənfi 4 üstə gəlinsin x. Yəni 15 bərabərdir 16 üstə gəlsin x-ə. X bərabərdir mənfi 1'ə. Baxın, bu bizim ikinci hissəmiz. İkinci hissəmiz həqiqətən də mənfi 1 aldıq buradan. İndi 15'i mənfi 4'ə bölsək. Baxın, 15 bölünsün mənfi 4. 15'i mənfi 4'ə bölsək, bizim yenə tam hissəmiz mənfi 4 eləyir. Tam hissəmiz mənfi 4 eləyir. Amma qalığımız nə eləyir? Mənfi 15'i bölürəm. Bir saniyə, mənfi 15'i bölürəm 4'ə. Bir dəqiqə, səhv yazdım. Verdiyim nümunəni səhv yazdım, müəllimlər. Mənfi 15'i bölürəm 4'ə. Yenə bizim tam hissəmiz nə eləyir? Mənfi 4. Qalığımız x. İndi burada mənfi 15 nəyə bərabərdir? Mənfi 15 mənfi 4 vurulsun 4 üstə gəlsin x. İndi mənfi 15
bərabərdir mənfi 16 üstə gəlsin x. X bərabərdir 1-ə. Baxın, həqiqətən də burada x bir qiymətini almışdır. Və daha sonra ən sonuncu mənfi 15-i mənfi 4-ə böləndə qalıq axtarsam. Baxın, bunu da buradan yazıram. Mənfi 15 bölünsün mənfi 4-ə. Burada bölmə zamanı mənfilər bir-birini aparsa, biz deyərik buradan tam hissə neçə qalır? Tam hissə qalır 3. Düzdürmü? Qalıq x qalır. Qalıq x qalır. Mənfi 15 nəyə bərabərdir? 3 vurulsun mənfi 4 üstə gəlsin x. Mənfi 15 bərabərdir mənfi 12 üstə gəlsin x. X bərabərdir mənfi 3-ə. Artıq bu riyazi hesablamadır. Baxın, burada da mənfi 3 cavabını almış ola bilirik. Almışıq daha doğrusu. Müəllimlər, baxın görün kim başa düşdü, kim başa düşmədi. Zəhmət olmasa deyil. Yəni dediyim kimi, baxın, mənim də nümunələrdən, baxın, nümunələr sadəcə düstur yadımızdan çıxdı, qutardı getdi, bir dənə gedib, bir dənə 7 bölünsün 2 götürürəm. Elə olsun ki, qalığı da olsun. Elə olsun ki, qalığı da olsun. Yəni, qalığı olmuyor, məsələn üçün götürüb 8-i 4-ə bölüb yazmayın da onu, o sizi çaşdırasıdır. 8-i 3-ə bölün yazın. Və yaxud da 7-ni 4-ə bölün yazın. Eyni qayda, hamısında standart qayda işləyir. Bir dənə sadəcə böləndə müəllimlər, inşallah, indi deyəsiniz ki, müəllim, o bizə çatmır. O bizə çatmır deyəsiniz. Yeni o düşündüyüm, sizdən keçən dəfə xeyir dua aldığım test toplusunda bunların hamısına aid çox dərin nümunələr olasıdır. Çox dərin nümunələr olasıdır. Bunların ümumi nəyinə baxarıq. Ümumi bir təkrar eləyəndə eləyərik hamısını. Sadəcə bir dənə müəllimlər, bax, mənfi olanda soldan, ən kiçik soldur. Məsəl üçün, mənfi 3/5-in tam hissəsi neçədir? Mənfi 4. Mənfi 3/5-in tam hissəsi neçədir? Mənfi 4. Amin xanım müəllim, amin, amin. Təbii ki, Allah qismət eləməsə mümkün deyil. Allah nəsib eləsin. Məsəl üçün, biz burada bir şeyə də baxsaq. İnşallah mənim, inşallah. Məsəl üçün, biz desək ki, baxın, mənfi 3/5. Baxın, burada bir dənə diqqətlə fikir verin. Mənfi 3/5 ya da belə yazaq. A bərabərdir mənfi 3.5. 5. Müəllimlər, indi int A yazsam, fikir verin. Bax, mənfi 3-ü götürdü. Görürsünüz? Bəzən deyirlər ki, müəllim, elə bizim o int A yazanda tam hissəni götürür. Müəllimlər, int əslində nə edir? Int ədədin kəsr hissəsini atır. Tam hissəsini götürür deyəndə bizim dildə tərcümə eləyəndə çox yanlış bir hissə çıxır. Amma bura baxın, məsələn, int A deyirəm. Amma A tam hissə bölmə 1 yazıram. Baxın, 4.0. Biz ədədin tam hissəsini alanda biz nə etməliyik? Ədədi 1-ə bölməliyik. Məsəl üçün, belə yazsaq, 0.5. Əgər ədədin tam hissəsini almaq istəyiriksə, 1-ə bölüb qalığını götürməliyik. Ədədin qalığını, kəsr hissəsini almaq istəyiriksə, nə etməliyik? Təbii ki, bunda məsələn intdən təzən ədədin özünü çıxıb da ala bilərik. Amma ən rahat yolu faizlə yazmaq. Yəni qalıq hissəsini götürməkdir. Qalıq hissəsini götürməkdir.
Müəllimlər, bu mənfi hissəsini başa düşdünüz? Zəhmət olmasa bildirin. Gəlin indi bir dənə mən sual yazım bura mənfi hissəyə aid. Tutaq ki, mən burada deyirəm ki, A bərabərdir mənfi 26, B bərabərdir 3, C bərabərdir A faiz 3 üstə gəlinsin məsələn deyək ki 25. Print C yazsam müəllimlər. Elə belə bir sadə bir sualdır təbii ki. Print C yazsam nə olur? Bəli, bəli müəllim, niyə verilməsin ki? Niyə verilməsin ki? Verilə bilər əlbəttə ki. Mənfi ədədlər də həqiqi ədədlərə aiddir. Yazın zəhmət olmasa müəllimlər. Gəlin çalışdıraq. 26. 26 alanlar kimlərdir görək? Gülnar müəllim, Nərmin müəllim, əla. 26 cavabını alanlar. Müəllimlər, gəlin baxaq indi. Murtuz müəllim də bəli 26 cavabını aldı. İndi biz mənfi 26-nı bölürük neçəyə? 3-ə. Tam hissəni axtarıram. 26-nı 3-ə böləndə tam hissə nə qalır? Məsələn, burada qalır 8 tam neçəsə. Düzdürmü? 8 tam neçəsə. Deməli, burada mənfi 9 tam hissədir. Mənfi 9 tam hissədir. Qalıq da x-dir. Mənfi 26 nəyə bərabərdir? Mənfi 9 vurulsun 3 üstə gəlinsin x-ə. İndi mənfi 26 bərabərdir. Mənfi 27 üstə gəlinsin x-ə. Müəllimlər, burada x nəyə bərabərdir? 1-ə. X-i 1 tapdıq. X-i 1 tapandan sonra da gətirib burada yerinə yazsaq. 1 üstə gəlsin 25 bizə 26 nəticəsini vermiş oldu. Deməli, Turanə müəllim yazıb silib, Ayda müəllim də yazıb silib, təzədən almışsınız cavabları. Olsun, eybi yox. Əsas məsələ, əsas hissə odur ki, o daha yaxşı öyrənilsin. Bunlar haqqında daha fərqli suallar yazmağa çalışaram müəllimlər. Daha fərqli tip suallar yazmağa çalışaram. Müəllim, buna riyaziyyat ehtiyac yoxdur. Aygün müəllim, burada riyaziyyata nə ehtiyac? Birincisi, müəllim, riyaziyyatı bilməlisiniz. Bu sözü deməyin. Bu sözü deməyin. Yəni, riyaziyyat bilmirəm, yox. Riyaziyyat bilmirəm, yox. Mən düstur yazdım axı sizin üçün. Yəni, bir ədədi A ədədini B ədədinə böləndə x tam hissəniz qalır. X tam hissə. Və burada bir y qalıq hissəniz qalır. Yəni, siz haradasa desəniz ki, mən riyaziyyatı bilmirəm. İnanın ki, onu sizə böyük irad tutarlar ki, necə yəni informatika müəllimi riyaziyyat bilmir. Yəni, riyazi biliklər mütləq olmalıdır, mütləq.
Yani burada da A neye beraberdir? X vurulsun B üste gelsin Y. Bu her zaman doğrudur. Bu yazılış qaydası her zaman doğrudur. Birini də yazaq deyirsiniz, yaxşı yazaq. Məsəl üçün, mənfi 76 faiz mənfi 8. Buyurun müəllimlər, bunu yazın. Mənfi 76 mənfi 8. Çalışdırıram müəllimlər. Mənfi 4. Aygün müəllim, 5-ci sinifin suallarını verir yazmısınız. Amma cavabı səhv yazmısınız. Necə olur bu? Yuxarıda siz yazmadınız ki, müəllim, mən riyaziyyat bilmirəm. İndi deyirsiniz ki, 5-ci sinifin suallarıdır. Necə olur müəllim? Mən demirəm ki, müəllim Python deyir da bunu. Mən demədim ki. Gəlin hesablayaq. Gəlin hesablayaq. Deməli, mənfi 76-nı bölsək neçəyə? Mənfi 8-ə. Deməli, mənfi 76, mənfini mənfiyə, mənfini mənfiyə müsbət oldu. 76-nı da 8-ə böləndə tam hissə neçə qalır? Deməli, burada 9 tam hissədir, düzdürmü? 9 tam hissə. Qalıq da x-dir. Deməli, mənfi 76 bərabər nəyə? 9 vurulsun mənfi 8 üstə gəlsin x-ə. Mənfi 76 bərabərdir mənfi 72 üstə gəlsin x-ə. X bərabərdir müəllimlər neçəyə? Mənfi 4-ə. Turanə müəllim düz alıb. Günar müəllim mənfi 6 niyə almısınız siz də? Lalə müəllim düz alıb. Hə, Günar müəllim düzəldib aşağıda. Xanım müəllimə düz alıb. Sonra Ayda müəllim yenidən düz alıb. Birini də yazaq müəllimlər.
Hə, indi oxudum Agün müəllimə. Bilirəm yazmısınız. Deməli bəzi hissələrdə boşluqlar var. Deyirəm ki, indi -85 faiz 7. Buyurun müəllimlər. -85-i 7-yə böləndə qalıq neçə qalır? Altı. Doğru cavab 6-dır müəllimlər. Deməli, yazırıq. -85-i bölürük 7-yə. Müəllimlər, -85-i biz 7-yə bölsək, ümumiyyətlə 85-i biz 7-yə bölsək, tam hissə təxmini 10-12 qalar da. -12 tam nə qədərsə. -12 onda 5 deyək, məsəl üçün. Təbii ki, biz tam hissəni neçə götürürük? -13. Və qalığı x götürürük. -85 bərabərdir. -13 vurulsun 7 üstə gəlsin x. 13-də müəllimlər 7-yə vuranda 91 eləyir. -85 bərabərdir. -91 üstə gəlsin x-ə. X bərabərdir nəyə? X bərabərdir 6-ya. Bəli, bu qədər. X bərabərdir 6-ya. Müəllimlər, aydındırmı? Bax, bugün keçdiyimiz hissə aydındırmı? Çox sağ olun xanım müəllim, çox sağ olun Turanə müəllim, Günay müəllim sizə. Allah hər birimizdən razı olsun. Əla, əla. İndi müəllimlər, öyrəndiklərimiz onsuz da, bax sentyabrdan bəri bu yana öyrəndiklərimiz artıq yadımızdan çıxır. Yadımızdan çıxır. Təkrar zamanı artıq daha da möhkəmləşəcək. Daha da fundamental biliklər olmağa başlayacaq. Yəni sanki biz düşünək ki, hələ ki bir çertyor çəkirik və çertyor üzrə fundament tökürük. Hələ binanın inşasına təkrarda başlayırıq. Yəni bu həmişə belə olur müəllimlər. Binanın inşası təkrarda olur. İnşallah müəllimlər. Müəllimlər, o zaman oldu. Mən təxmini sizə yenə 15 dəqiqə dərs tez bitirəsi oluruq. Əslində biraz gec başlamışdıq. Müəllimlər dediyimdən bu tərəfdən də dərslə toqquşur. Məcburiyyətdən bağlamalıyam dərsi.
Yəni sual da qalmadı, amma sual qalsaydı təbii ki, oranı biraz gecikdirərdim. Onlar da o tərəfdən gecə düşürlər. Yenə dediyim kimi bu qalan hissələr hamısı kompensasiya olunasıdır. Təkrarda onsuz da görəsiniz özünüzdə. Bütün təkrarları inşallah sizə göndərəcəm. Bütün təkrarları siz də izləyəcəksiniz. Oldu müəllimlər. Gecəniz xeyrə qalsın. İnşallah həftənin 6-cı günü saat 17:00-da başlayır dərsimiz. Gecəniz xeyrə qalsın.